Salam əziz müəllimlər, bugün sizinlə parça bölməsinə keçirik artıq. Parçadan olan məlumatları hazırlamaq üçün iş yeri, alət və tərtibatlar mövzusu olacaq mövzumuz. Gəlin keçək mövzumuza. Əl ilə yerinə yetirilən əməliyyatlar üçün üzərində alətləri və tərtibatları qoyulan iş masası lazımdır. Bəli, biz əl ilə yerinə yetirilən əməliyyatları harda yerinə yetiririk? Təbii ki, iş masasında. İş masası da müəyyən alət və tərtibatlarla təchiz edilmiş iş masası olur ki, bu da bizim işimizi asanlaşdırır. Daha sonra iş yerində yalnız emal edilən materiallar və bu işin icrası üçün alət və tərtibatlar olmalıdır. Bu tamamilə doğrudur. Niyə görə? Çünki oduncaq ilə işləyən zaman və yaxud da ki parça ilə. Mən parça ilə əgər işləyirəmsə, orada parça ilə işləmək üçün alət və tərtibatlar olmalıdır. Yəni oduncaq və yaxud da ki metal ilə işləmək üçün alətlər və yaxud da ki tərtibatların orada nə işi var? Ona görə biz dedik ki, iş yerində yalnız bizim işimizi görəcək alət və tərtibatlar olmalıdır. Daha sonra əl işlərinin icrası zamanı düzgün oturuş qaydalarına da diqqət etmək lazımdır. Bu nə üçün vacibdir? Gövdənin, yəni bədənin düz olmasına, daha sonra demək gözün yorulmamasına, əllərin, eləcə də düzgün iş vəziyyəti, həmçinin də bizim gördüyümüz işə də təsir edir. Məhsuldarlığı artırır, daha sonra yorulma olmur, sonradan göz zəifliyi, onurğa əyilməsi, bu kimi hallar olmur. Ona görə biz əvvəlcədən düzgün oturuş vəziyyətini, düzgün oturma qaydasını bilməliyik. Gəlin baxaq görək bunlar hansı qaydalardır. Düzgün oturma qaydaları bunlardır ki, qan dövranı pozulmasın deyə ayaqlar bütün pəncə boyu döşəməyə dirənməlidir. Bəli, testlərdə də bu şəkildə düşər ki, qan dövranı pozulmasın deyə ayaqlar hansı vəziyyətdə olmalıdır? Bütün pəncə boyu döşəməyə dirənməlidir. Daha sonra gövdəni biz düz və yaxud da ki biraz irəli əyməliyik. Yəni vaxtaşırı gövdənin istiqamətini dəyişməliyik ki, yorğunluq halı olmasın. Yəni deməli gövdəni düz və yaxud da ki biraz irəli əymiş oturmaq lazımdır. Baş isə biraz qabağa əyilməlidir. Sinəni masaya dirəmək olmaz. Bəzən testlərdə düşür ki, sinəni masaya dirəmək lazımdır. Təbii ki, yanlışdır. Sinəni masaya dirəmək olmaz. Qolları dirsəkdən bükülü olmalıdır. Bu bildiyimiz deməli oturma qaydalarından biridir. İş zamanı dirsəkləri masanın üzərinə qoymaq lazım deyil. Bax, müəllimlər, qollar dirsəkdən düzdür, bükülü olmalıdır. Lakin iş zamanı dirsəkləri masanın üzərinə qoymaq olmaz. Bu da digər bir qaydadır. Bəzən olar ki, tərs formada gətirib testlərdə salarlar ki, yəni iş zamanı dirsəkləri masanın üzərinə qoymaq lazımdır. Deyəcək ki, yalan deyir. Təbii ki, qoymaq olmaz. Gözlərdən məmurata qədər məsafə demək 30 cm olmalıdır. Bəli, nə qədər gözlərimizə yaxın olmasa bizim üçün bir o qədər yaxşıdır. Yəni demək əl işləri zamanı məmulatdan gözə qədər olan məsafə 30 cm olmalıdır. 30 mm yox, 30 cm. Daha sonra davam edək. İş yerində deməli, iş prosesi zamanı gövdənin vəziyyətini bayaq qeyd etdiyim kimi vaxtaşırı dəyişmək lazımdır. Biraz əyilmiş və yaxud da ki, biraz düzünə, əksinə etmək lazımdır ki, çox yorulma halları baş verməsin. İşıq emal olunan detalların üzərinə isə sol və düz tərəfdən düşməlidir. Bu da testlərə düşür. Yəni əl işləri zamanı işıq hansı hissədən düşməlidir detalın üzərinə? Biz bilirik ki, sol və düz tərəfdən düşməlidir. Niyə sağ tərəfdən düşməli deyil? Çünki biz zaten sağ əllə işləyirik. Ona görə bizim sağ əlimiz imkan verməz ki, işıq həmin detalın üzərinə düşsün. Ona görə düz və sol tərəfdən düşməyini nəzərdə tutur. Daha sonra müəllimlər, gəlin davam edək. Burada demək əl işləri üçün alət və tərtibatlar var. Şəkil 2-yə baxsanız göstərilib burada. Yəni şəkil A-da verilib bizim üçün santimetrli lent, yəni bir adı ilə biz buna metrə deyirik. Və kalkay kağızı göstərilib, karandaş, xətkeş, daha sonra kağız üçün qayçı, parça üçün qayçı, sancaq, eləcə də deməli təbaşirə göstərilib, iynələr, daha sonra barmaqları zədələnmədən qorumaq üçün oymaqdır və tikişləri sökmək üçün demək tikiş sökən burada xüsusilə qeyd olunur. Şəkillərə də diqqət edin. İndi onların hər biri haqqında gəlin ətraflı geniş məlumat alaq, görək hər biri hansı işləri görür.
Santimetrli lent, buna biz metrədə deyirik. Yumşaq və elastik olmalıdır, bəli, amma dartılmamalıdır. Bu da doğrudur. Metrədən həmin demək bizim santimetrli lentdən, yəni istifadə etdiyimiz bu metrədən ölçülərin götürülməsi, həmçinin dedik ki, parçanın uzunluğunu, enini ölçmək üçün istifadə olunur. Ölçülər dedikdə həm bu parça üzərində ola bilər, həm də bəzən olur ki, bədəndən ölçülərin götürülməsində istifadə olunur bu santimetrli lentdən. Yəni burada qısa olaraq ölçülərin götürülməsi yazıb. Ona görə bunu bu şəkildə yadımızda saxlayaq. Deməli, yumşaq və elastik olmalıdır, amma dartılmamalıdır. Daha sonra şəffaf kağız. Digər bir adı ilə desək, kalka. Bu nədir? Ülgülərin köçürülməsi üçün istifadə olunur. Elə testlərdə də qısa şəkildə belə düşür ki, ülgülərin köçürülməsi üçün istifadə olunur. Nədən? Təbii ki, götürəcəyik kalka və yaxud da ki, şəffaf kağız. Biz ülgülərin köçürülməsi üçün bundan istifadə edirik. Onu demək ayrı şəffaf materialla da əvəz edə bilərik. Yəni plyonkanı nəzərdə tutur bilərik. Deməli, şəffaf kağız nə üçün oldu? Ülgülərin köçürülməsi üçün biz ondan istifadə etdik. Əvəz edici olaraq isə polietilen plyonkadan istifadə edə bilərik. Xəttkeş deməli, tikilən məmulatın çertyojunu qurmaq, daha sonra ülgülərin üzərində qısa kəsikləri ölçmək, ilmələr və tikişlərin emal paylarının nişanlanması üçün istifadə edilir. Bunların neçə hər biri düşür. Xəttkeş ülgülərin köçürülməsi üçün yox, onun üzərində, yəni tikilən məmulatın çertyojunu qurmaq, ülgülər üzərində qısa kəsikləri ölçmək, ilmələrin və tikişlərin demək emal paylarının nişanlanması üçün istifadə olunur. Xəttkeşin təyinatı budur. Hər biri demək testlərə düşür. Hər biri də düşsə biz biləcəyik ki, burada xəttkeşdən gedir söhbət. Daha sonra müəllimlər davam edək. Bəs kağız üçün qayçı nədir? Parça üçün qayçı nədir? Bunlar haqqında da məlumat alaq. Kağız üçün qayçı odur ki, ülgülərin detallarını kəsib çıxartmaq üçün istifadə edirik biz ondan. Bəli, elə olar ki, bu şəkildə düşər ki, ülgülərin detallarını kəsib çıxartmaq üçün biz nədən istifadə edirik? Təbii ki, kağız üçün qayçıdan istifadə edirik. Parçanın biçilməsi üçün isə biz artıq dərzi qayçısından istifadə edirik. Bu bizim bildiyimiz parça üçün olan qayçıdır. Yəni parçanın biçilməsi, məmulatın biçilməsini əgər bizdən istəyirsə, biz parça üçün qayçıdan istifadə etməliyik. Kağız üçün qayçı isə dedik ki, ülgünün detallarını kəsib çıxartmaq üçün istifadə olunur. Və sancaqlar nədir? Bəzən indi müəllimlər düşünür ki, bu sancaq bizim bildiyimiz sancaqlardır. Təbii ki, xeyr. Bu demək ülgünü parçaya bərkitmək üçün istifadə olunur. Bəzən kökləmə dikiş aparırıq. Özünüz də bilirsiniz. Parçanın bir-birindən tərpənməməsi üçün, yəni bir-birinin üzərində daha səliqəli, sabit qalması üçün biz onu müvəqqəti dikişlə, yəni kökləmə dikişi ilə kökləyirik. Kökləmə dikişi daha sonradan sökülür. Maşında dikiş apardıqdan sonra biz daimi dikişi yerinə yetiririk və həmin müvəqqəti təyinatlı dikişi sökürük. Bu bizim parçamızı bərkitmək üçün bizə kömək edir. Bir də var, hicablı xanımlarımız bəzən hicabı demək bərkitmək üçün sancaqlardan istifadə edir. Belə iynə formasında sancaqlardır. Bax, biz burada sancaqlar deyəndə onu nəzərdə tuturuq. Yəni, ülgünün parçaya bərkidilməsi, parça qatlarının və tikiş detallarının sancaqlanması üçün istifadə olunur. Yəni, sancaq burada onu nəzərdə tutur. Bəs dərzi təbaşiri nədir? Dərzi təbaşiri ondan ibarətdir ki, o bizim üçün ülgü detallarının konturları boyunca nişanlanmamıza kömək edir. Yəni, dərzi təbaşiri ülgünün detallarının kontur boyu nişanlanmasına yardım edir. Elə testlərdə də bu şəkildə istəyəcək. Daha sonra gəlin davam edək. Həmin əl tikişləri üçün olan iynələr nədir? Əl tikiş iynələri biz onunla tikmə və kökləmə apara bilirik. Biri var daimi tikiş, biri də var ki, müvəqqəti təyinatlı tikiş. Özünüz də bilirsiniz. Elə incə qeyd etdiyim kimi müvəqqəti təyinatlı tikişlər var ki, bunlar kökləmə tikişidir. Bunlar daha sonradan sökülür. Yəni ipək kimi parçaların bir-birindən sürüşməməsi üçün, bir-birinə demək daha nizamlı yerləşməsi üçün biz bəzən onu kökləmə tikişi ilə kökləyirik. Daha sonra tikişi apardıqdan sonra onu sonradan sökürük.
Bu iynələr demək həmin əl tikişi iynələrindən gedir söhbət. Müxtəlif uzunluq və qalınlıqda ola bilirlər. Bəli. Demək onların uzunluğu da, qalınlığı da dəyişir. Hər bir iynədə eyni şəkildə olmur. Tikdiyiniz parça nə qədər nazik olarsa, bir o qədər nazik iynə lazımdır. Bəli, niyə görə? Nazik parçalar müəllimlər. Biz onları iynə ilə tikən zaman qalın əgər iynə ilə tikəriksə, orada qalın iynənin buraxdığı dəlik də böyük olacaq. Ona görə o da bizim həmin parça üzərində estetik görsənməyəcək. Ona görə biz deyirik ki, nazik parçalarda nazik iynələrdən istifadə olunur. Qısa tikiş addımı üçün isə, tikmək üçün isə qısa iynələrdən və uzun tikiş addımı üçün isə biz uzun iynələrdən istifadə edirik. Bəzənləri ayrıca testlərdə gətirib salırlar ki, kökləmə zamanı biz hansı iynələrdən istifadə edirik və yaxud da ki, hansı tikiş addımından istifadə edirik. Təbii ki, orada götürəcəyik uzun iynələrdən istifadə edirik və uzun tikiş addımından. Yəni kökləmə zamanı həm uzun iynə olacaq, həm də uzun tikiş addımı olacaq. Daha sonra davam edək. İynələr hamar və düz olmalıdır. Bəli, bu haqda məlumatımız var. Paslı və ucu korlanmış, zədələnmiş iynələr isə iş üçün yararsızdır. Belə iynələrdən istifadə etmək olmaz, çünki parçanı korlayır. Bəli, bu haqda məlumatımız var və tamamilə doğrudur. Daha sonra keçək digər hissəyə. Oymaq nədir? Oymaq ümumiyyətcə müəllimlər iynə və sancaqlarla işləyən zaman barmaqları zədələnmədən qoruyur və onu sağ əlin orta barmağının ölçüsünə uyğun seçirlər. Yəni biz oymaqdan istifadə edəriksə, əgər onu sağ əlimizin orta barmağının ölçüsünə görə seçməliyik. Və oymaq barmağımıza kip oturmalıdır. Nəyə? Yəni düşməməlidir, nə də ki, dar olmamalıdır. Onu nəzərdə tutub deyil. Düz ucluqlu kiçik qayçılar nədir? Bəs bunlar demək xırda işlər üçün istifadə olunur. Əsasən də sapları kəsmək üçün istifadə edirik biz bunlardan. Düz ucluqlu qayçılardan. Bunlar kiçik qayçılardır ölçüsünə görə və xırda işlərimizdə bizə yardımcı olur. Amma digər ölçüdə də qayçılar var. İndi onlarla bağlı sizinlə irəliləyən mövzularda geniş danışacağıq. Tikiş sökən nədir? Bəs ümumiyyətcə müəllimlər tikiş sökən odur ki, maşın və əllə tikilən tikişləri sökmək üçün istifadə olunur. Elə adından da gördüyünüz kimi, birazdan sizə tikiş sökəni də göstərəcəm. Və biz dedik ki, kiçik çarx. Onu da sizə göstərəcəm. Tikiş sökən deməli, biz həm əl tikişlərini tikən zaman, həmçinin də maşın tikişləri zamanı onları sökmək üçün istifadə olunur. Bir də var ki, kiçik çarx. Bəs bu nədir? Ülgü xətlərinin parçaya köçürülməsi üçün istifadə olunur. Bayaq dedik ki, ülgünün köçürülməsi üçün biz nədən istifadə etdik? Bəli, ülgünü parçaya biz köçürmək üçün dedik ki, kalkadan istifadə etdik. Burada isə ülgü xətlərindən gedir söhbət. Yəni, ülgü xətlərinin parçaya köçürülməsi isə kiçik çarxın sayəsində mümkündür. Elə testlərdə də bu şəkildə düşür. Əgər ülgü xətlərini nəzərdə tutub deyirsə, təbii ki, bu olacaq bizim bildiyimiz kiçik çarx. Yox, əgər desə ki, ülgünün parçaya köçürülməsi üçün istifadə olunur, təbii ki, götürəcəyik kalka, yəni şəffaf kağız. Daha sonra müəllimlər, burada təhlükəsizlik qaydaları var. İşə başlamazdan əvvəl iynə və sancaqları sayın. Bəli, onların demək əyri, küt, paslı olmamasına diqqət edin. Əgər belə bir iynələri varsa, onları demək kağıza büküb tullayın. Qayçının demək itiliyini yoxlayın ki, yaxşı parçanı kəsin, bəli, parçanı korlamasın. Daha sonra iş zamanı iynə və sancaqlar demək öz qabında saxlanılmalıdır. Onları parçaya sağdan sola və özümüzdən əks istiqamətdə deməli bərkitməliyik. Bax, bu da testlərə düşür ki, sancaqlar hansı istiqamətdə deməli parça üzərinə bərkidilir. Götürəcəyik ki, sağdan sola və özümüzdən əks istiqamətdə batırırıq. İynə və sancaqları ağza almayın, onları paltarın üzərinə batırmayın və tikmə zamanı oymaqdan istifadə edin. Bəli, barmağımızı zədələməmək üçün. Qayçılar masanın üzərinə özünüzdən sol tərəfə qoyun və ağzı bağlı şəkildə halqaları aşağı olmaqla demək özümüzdən sol tərəfə yerləşdirməliyik. Və halqaları qarşıya olmaqla başqasına ötürməliyik. Bax, bu hissələrə diqqət edin. İşi bitirdikdən sonra iynə və sancaqları saxlayın. Onların sayı ilə işləyən zaman, demək işləməmişdən əvvəl sancaqlarımız hansı sayda olubsa,
onları yenə də saymalıyıq ki, görək hər biri yerindədirmi, yoxsa yox. Ona görə biz iynələri və sancaqları saymalıyıq. Həm işə başlamamışdan əvvəl, həm də işi bitirdikdən sonra. Qayçını isə yerinə, yəni iş qutusuna qoymalıyıq işi bitirdikdən sonra. Deməli, müəllimlər, gəlin bura qayıdaq. Mən burada sizə göstərmək istədiyim bir hissə var. Deməli, şəkil Y-yə baxsanız, burada göstərilib tikiş sökən. Biz tikiş sökəndən nə vaxt istifadə etdik? Dedik ki, əl tikişləri və maşın tikişi zamanı həmin tikişin sökülməsi üçün istifadə etdik. Baxın, görürsünüz, ucu da demək kəsici formadadır və həmin tikişi asanlıqla rahat şəkildə sökə bilirik. Bir də var bu, kiçik çarx. Kiçik çarx nədir? Ürgü xətlərinin köçürülməsi üçündür. Bax, şəkillərə diqqət edin. Bəzən gətirib bunu adi testlərdə salırıq ki, bu nədir? H-da verilib. Biz bilirik ki, kiçik çarx ürgü xətlərini köçürür. Y-də isə demək, bu da tikiş sökəndir ki, həm əl tikişləri zamanı, həmçinin də maşın tikişi zamanı tikişi sökür. Bir də var ki, dedik ki, qarışdırmamaq üçün biri var idi, ürgünün parça üzərinə köçürülməsi, yəni ürgülərin köçürülməsi üçün istifadə olunur. Bu kalka idi. Baxın, şəkil elə belə göstərilib. Digərini isə nə idi? Kiçik çarxda ürgü xətlərinin parçaya köçürülməsi. Əgər xət söhbəti varsa, biz götürəcəyik kiçik çarx. Yox, sadəcə bizə deyir ki, ürgünün parçaya köçürülməsi üçün istifadə olunur. Təbii ki, onu da götürəcəyik. Burada kalkanı, yəni şəffaf kağızı. Belə müəllimlər, başqa bir şey qalmadı. Hər biriniz uğurlar, hələlik.